Elə kəffaraya görə qəza adı qoyub deyirlər də qəzada 60 yaşım var, bir dəfə oruç tutmuşam, indi neynək? Bütün illərin orucunu üst-üstə necə tutaq? Mümkünü yoxdur axı. Quranda belə bir yazı yoxdur. Allah Quran-Kərimdə açıq-aşkar Bəqərə surəsinin 185-ci ayəsində bunu bəyan edir ki, əgər biriniz səfərdə olarsa, xəstə olarsa və yaxud indi ola bilər də kimdəsə üzrlü səbəb olsun, tuta bilmir. Amma bir də var ki, ömür boyu elə gəzmişsiniz özünüz üçün, Allahın hökmlərinə məhəl qoymamışsınız və səhnəkarlıq ucbatından bu qədər günlər yığılıb qalıb üst-üstə və bunu da tutmağa ya da ki, kəffarəsini verməyə məcbursunuz. Yəni bu orucu mənim üçün tutmamısınız ki, deyim ki, məsələn, mən sizin üçün keçdim və yaxud özümdən hökm verim deyim ki, bu şəkildə eləmin, bu qaydada eləyin. Allahın hökmünü dəyişdirməyə heç kimin ixtiyarı yoxdur. 60 yaşınız var, heç olmasa bundan sonraki günlərinizi tutun ki və bacardığınız qədər də öz qəzalarınızdan tutun ki, sizin yükünüzdən yüngülləşsin. Yəni bu oruc nə mənim üçündür, nə başqası üçündür. Oruc Allahın əmridir, Allahın vacib buyurduğu əmrlərdən biridir ki, ona bu şəkildə olan bəhanələrlə, yəni uzaqlaşmaq əvəzinə əksinə gərək yaxınlaşasan ki, öz orucunu tutasan.